Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzadda kanalında sizi xoş gördük. Mən Samir Bəşirli bu günləri sizə 12 oktyabr 2025-ci ildə Güvən nəşriyyatının keçirdiyi blok imtahanının tarix suallarını izah edəcəm. Beləliklə başlayaq. Amma videoya keçməmişdən qabaq onu bildirmək istəyirəm ki, bu PDF-i əldə etmək üçün açıqlama qismində yerləşdirdiyim Telegram kanalına üzv olun və oradan bu linki yükləyərək PDF-i yükləyərək testləri işləyib, sonra bu videoya qayıda bilərsiniz. Yox, əgər siz güvən sınağından çıxıb tarix suallarının cavablarını axtarırsınızsa, o zaman diqqətlə dinləyin və onu paylaşın ki, öz yoldaşlarınız da ən doğru cavablarla tanış olsunlar. Belə başladıq. 61-ci sual Solon islahatlarının nəticəsində qadağan edilmişdi. Deməli, nə qadağan edilmişdi? Solon islahatları nəticəsində taxıl və digər zəruri ərzaq məhsullarının ixracı. Deməli, mən 1-i götürürəm. 1-i götürürəm. Ya 1-4-dür, ya 1-2-dir. Kiçik səhvə görə insanlara ağır cəza verilməsi. Ən uyğun cavab, burada 1-4-dür. İndi bilmirəm, güvən sualının hazırlayan müəlliflər burada nə fikirləşib, amma əslində ikini də götürmək olardı. Sadəcə kitabda Solon islahatları içərisində bu cümlə yer almadığına görə yəqin ki, bunu götürməyib, amma tarixdə bəli, Drakon bu məsələ də elə salon islahatlarına ləğv olunub. Sadəcə salon islahatları bölməsində bu cümlə verilmədiyinə görə ən uyğun cavab burada 4-dür. 1-4. Həmişə ən uyğun cavabı götürün. Çünki 4-ü seçsəz sizdən heç kim mübahisə apara bilməz. Amma 2-ni seçsəz deyə bilərlər ki, salon islahatlarının içərisində o söz yoxdur. Yəni ona görə biz də onu götürməmişik. Keçdik. 62 daha əvvəl baş vermişdir. Deməli, istehsal təsərrüfatına keçidin əsasının qoyulması mezolitdir. Mütləq belə testlərdə qabağından yazırıq. M yazıram qabağından, yəni mezolit. Kür-Araz mədəniyyətinin formalaşması. Bu erkən tuncdur. İnsanların daş alətləri cilalamağı və deşməyi öyrənmələri. Bu neolitdir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Bu orta tuncdur. Qəbilə icmasının ulu icmanı əvəz etməsi. Bu isə üst paleolitdir. Deyir, daha əvvəl baş vermişdir. O zaman üst paleolit daha əvvəl baş verir. Cavab Y olur da burada. Düzdürmü? Mezolit, deməli üst paleolit, bəli. Cavab burada Y-dir. Sonra 63 Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında Atropatena və Albaniya dövlətlərinə aid ortaq xüsusiyyətləri müəyyən edin. Qul əməyindən geniş istifadə olunması, bu geniş sözünə görə biz götürmürük. Romalıların hücumlarına qarşı mübarizə aparılması, bu düzdür. Deməli, ortaq xüsusiyyətlər. Quldar monarxiya dövləti olmaları. Bəli, cavab burada 2 ilə 3-dür. Biri niyə götürmürük? Çünki geniş sözünə görə. Çünki Atropatena və Albaniyada qul əməyindən geniş istifadə olunmayıb. Amma 4 niyə səhvdir? Çünki onda Roma imperiyası yox idi hələ. Birinci yarısında Roma imperiyası yox idi. Sonra keçdik 64-ə. Böyük Hun dövləti ilə bağlı siyasi deməli, xəritə işarələnmiş dövlətin Böyük Hun dövləti ilə bağlı siyasətini müəyyən edin. Eradan əvvəl 3-cü yüzillikdə Çiçi Tanhu ilə yəni Eradan əvvəl 1-ci əsrdə mübarizə aparıblar. Ona görə biz bunu götürə bilmərik. Vyetnam və Koreyanın tabe edilməsi Eradan əvvəl 2-ci əsrdə həm də Huna aidiyyatı yoxdur. Burada bir dənə qalır 1C. Deməli, mən də 1C variantlarını seçməliyəm. 1C variantlarına baxıram. İndi baxıram. Eradan əvvəl 1-ci yüzillik. Sarısaqlar üsyanı bizim eradadır. Özdə Hunlara aidiyyatı yoxdur. Biz fikir verməliyik ki, Böyük Hunla bağlı bir şey olsun. Pinçen sazişi eradan əvvəl 3-cü əsrdədir. Deməli, qaldı 1C, 2C. Cavab da burada A variantıdır. A variantı. Nicat diplomatiyasından istifadə edirdilər. Bəli. Sonra keçdik digərinə. 65-ə. Şimal-şərq torpaqlarında qədim dövlətçilik ənənələri bərpa olundu. Göstərilənin nəticəsidir. Şimaldan Azərbaycan ərazisinə basqın edən yadelli hücumların qarşısı alındı. Bu şimal-şərq sözü bizə açar sözdür ki, bu Şirvanşahlar dövlətindən söhbət gedir burada. D bəndidir. Sonra gəldik 66-cı suala. Deməli, 629-cu ildə Bizansla bağlanmış sülhə görə Albaniya Sasani təsir dairəsində qaldı. 629-30-cu illərdə Xəzərlər Albaniyanı işğal etdilər, lakin az sonra siyasi səbəblərdən Xəzərlər Albaniyadan əl çəkdilər. Mətndə verilən proseslərin nəticəsində, bəli, Albaniyada Mehranilərin hakimiyyəti bərqərar oldu və Albaniya yenidən müstəqil oldu. Yəni, uzun müddətli mərzbanlıq dövrü başa çatdı və Varaz Qriqor Alban taxt tacına sahib oldu. 1-lə 3-dür cavab burada. Arşakilər həmin dövrdə yox idi. Sasani mərzbanlığı da bitmişdi. Ona görə onlar səhvdir. 1-3-dür cavab.
Sonra 67-yə baxırıq. Müqayisə cədvəlində türk dövlətlərinə aid doğru fikirləri müəyyən edin. Deməli, burada biz yoxlayırıq. Bunların altından yazılanlar doğrudurmu? Bax, burada görürsünüz, ümumi veribdir bunu. Deməli, bu hər ikisinə aid cəhət kimi soruşur. Bunu hər ikisinə aid soruşur. Lakin bunlar hərəsi ayrı-ayrıdır. Deməli, bu Axuna aid olandır. Bu da Göytürkə aid olandır. Biz bir-bir yoxlayırıq. Burqundiyanın işğal edilməsi. Bu Avropa Hun'a aiddir. Deməli, bir doğrudur. Bir olmayanları çıxırıq. Bax, bir olmayanları çıxdım. Düzdür? Sonra 2. Roma şəhərinin dağıdılması. Onsuz da 2-yə heç baxmağa ehtiyac yoxdur. Yəni burada vandallar tərəfindən dağıdılıb, Avropa Hun dağıtmayıb. Zaten variantlarda o yoxdur. Heç ona baxıb vaxt itirməyə ehtiyac yox idi. Baxıram bura 3-ə. Uyğurlar tərəfindən süquta uğradılması. Birinci götürk yox. İkinci götürk Uyğurlar tərəfindən süquta uğradılmışdı. Ona görə bizim cavabımız qalır 1, 4, 5. 1, 4, 5. Yəni avarlara qarşı mübarizə bu aiddir. Bizans üzərinə uğurlu yürüşlər. Bu hər ikisinə aiddir. Amma Sasanilərlə mübarizə birinci götürkə aid olsa da Axuna aid deyil. Axuna aid deyil. Sonra keçirik növbətiyə. Növbətiyə. Bir dəqiqə. Aha. 68. 19-cu əsr Azərbaycan şəhərləri. Deməli, hansı şəhərlər? Bura Gədəbəydir. Bu Bakıdır. Bu isə Şəkidir. İndi ilk mərkəzləşmiş telefon stansiyasının işə salınması. Bu Bakıya aiddir. 19-cu əsrdə Bakıda. Deməli 2-yə A-nı götürürəm. 2A. 2A olmayan bütün variantları buradan çıxdaş edirəm. Ki bizi çaşdırmasın. Onda bir də C-yə baxmağa ehtiyac yoxdur. Elə B-yə baxmaqla cavab tapacağam. Hərbi dairə rəisliyinə Bakı tabe idi 19-cu əsrdə. Dərbənd, Quba, Bakı. Bunlar hərbi dairə rəisliyinə tabe idi. Ona görə 2AB olmalıdır. Cavab burada olur C bəndi. C bəndi doğru cavabdır. Sonra keçdik 69-a. Şirvanşahlar və Salarilər dövləti. Baxaq. Xəzər dənizində Azərbaycan ticarət gəmilərinin üzməyə başlanması, uyğun bəndləri soruşurdu. Deməli, Xəzər dənizində deməli, üzr istəyirəm. Xəzər ticarət gəmilərinin üzməyə başlaması bu Şirvanşahlar yox, Salarilər dövlətinə aiddir. 2A-dırsa, mən də 2A olan cavablara baxmalıyam. Bunu çıxdım buradan, bunu da çıxdım buradan. Sonra Slavyanların talanlarına məruz qalması. Hər ikisi məruz qalıb, onda 3-də B olmalıdır. Mən baxıram görüm, 3-də B olan bəndi saxlayıram. Bunu da çıxdım. Düzdürmü? 3-də B. B bəndi. Dərbəndin ələ keçirilməsi. Bu hər ikisinə aiddir. Çünki hər ikisi Dərbəndə ələ keçirilib. Salarilər Azərbaycanı vahid dövlətlə birləşdiribsə, deməli Dərbəndi də ələ keçirib. Şirvanşahlar da təbii ki 988 və 1075-ci illərdə Dərbəndi ələ keçirib. Səlcuq dövlətinin Astala düşməsi. Bu Şirvanşahlara aiddir 1066-cı ildə. Əsasın türk mənşəli sülalə tərəfindən qoyulması bu da Salarilərdir. Deməli 2A-Y, 1D, 3BC variantı cavab burada Y-dir. Sonra keçdik 70-ə. 70-ə keçirik. Eradan və 1-ci min əvvəllərində qədim Misir dövlətinin zəifləməsinə səbəb oldu. Nə? Misirin Roma əyalətinə çevrilməsi yox. Hakimiyyət uğrunda müharibələr. Baxaq o birlərə də. Üçüncü tutumuz yox. Cavab burada B-dir. Hakimiyyət uğrunda müharibələr. Ümumiyyətcə bu şablondur da. Demək olar ki, bütün dövlətlərin zəifləmə səbəbləri eynidir. Hakimiyyət uğrunda mübarizələr hamısında ola bilər. Sadəcə orada müharibə sözü biraz düzgün deyil. Gərək mübarizə yazardı, eyb yox. Sonra baxırıq indi 71-ci suala. 71-ci suala baxırıq. Deməli, nə deyir 71-ci sualda? Manna hökmdarı Ahşerinin fəaliyyəti üçün xarakterik deyil. 22 Manna qalasının Urartuya verilməsi bu deyil, bu səhvdir. Bunları çıxdıq. Aid deyil deyir. Tamam, bu aid deyil zaten. Bizdən aid olmayanlar soruşur. Ona görə biri götürürəm, biri olmayanları çıxıram. Avtomatik heç burada 3-ə baxmağa ehtiyac yoxdur. 3 hər ikisində var. Yəni mərkəzləşmiş dövlət və canişinlik sistemini İranzu qoyub əsasın. 5-ə baxıram. Assuriya üzərinə hücum təşkil etməsi bəli. İskitlərlə ittifaqa girir və Assuriya üzərinə hücumlar təşkil edir. Bu düzdür. Sonra 72 Neolit və Tunc dövrlərinin oxşar cəhəti. Yeni təsərrüfat sahələrinin meydana gəlməsi. Bu Neolitlə Tuncun oxşar cəhəti sayıla bilər. Bəli. Biri götürürəm. Biri götürürəmsə 3 də avtomatik uyğun gəlir. Duluzçuluq qabları. 5-ə baxıram. Qoşqu heyvanlarından Tunc dövründə istifadə olunurdu. Neolit dövründə istifadə olunmurdu. Ona görə də oxşar cəhətlər olduğuna görə 1 ilə 3. Yeni təsərrüfat sahələri və duluzçuluq. Başqa da uyğun cəhət yoxdur. Sonra baxıram 73-ə.
Deməli, xəritədə rəqəmlə işarələnmiş ərazilərdən hansılara aid xüsusiyyət verilməmişdir? MİQ imtahanında da bu sual düşmüşdü. Artıq ikinci dəfədir düşür MİQ imtahanına və burada da bu sual bizə düşüb. Səhv etmirəmsə topluda da var bu cür sual. Baxaq. Deməli, bir haradır? Bir marağadır. Bax, belə testlərdə mütləq qabağından adları yazaq ki, yaddan çıxartmayaq. Bu bir marağa. Sonra 2 Dəbil. Dəbil şəhəri, Göyçə gölünün yanında. Dəbil. Sonra Debil yazdım, biraz yaxşı çıxmadı. Gəlin bunu Dəbil eləyim. Bizə də. Aha. 3 hardasa bu ya Qəbələ ya da Şamaxını nəzərdə tutur. Qəbələ ya Şamaxı. İndi bu bilinmir də, biraz xəritə biraz dəqiq deyil. Ya Qəbələ ya Şamaxı. İndi ikisindən biridir bu. Bu ikisindən birini nəzərdə tutub. 4 Təbrizdir. 5 Bərdədir. Aha, baxaq. Deməli, deyir ki, bu iki xüsusiyyətdən birini tapdınsa, o bizim şərti ödəmir. Baxaq, Ərəb Əmirliyinin mərkəzi burada yerləşirdi. Bax, Dəbildə yerləşibmi Ərəb Əmirliyinin mərkəzi? Deməli, 2 olan variantları çıxıram. Düzdürmü? Bəs Bərdədə yerləşirdimi? Yerləşirdi. Avtomatik onsuz da 5 də getdi. Sonra 9-cu əsrdə yeni dövlətin əsası qoyulub. O harda qoyulub? Bir Şirvanda qoyulub. Bir də Marağada. Bir burada var. Ona görə bizim cavabımız nə qaldı? 3-dən 4. Amma mən sizə deyim ki, bu testin özü də səhvdir. Abituriyentlərə belə test salmaq olmaz. Niyə görə olmaz? Çünki Şirvan şəhərinin yeri dəqiq deyil. Yəni abituriyent çaşa bilər. Elə bilər ki, burada 3 elə Şirvanı nəzərdə tutur. Zaten Şirvanda yeni dövlətin əsası qoyulubdur. Yəni bunun da yeri dəqiq bilinmədiyinə görə abituriyent çaşa bilər. Ona görə belə bu tip sualların salınması düzgün deyil. Amma hər halda çıxdaş eləməklə cavabı tapmaq olur. O da 3-4-dür. Yəni mən həmişə demişəm, öz tələbələrimə öyrədirəm. Sizə də məsləhət bilirəm ki, heç vaxt düzgün cavab axtarmayın. Bütün variantlara baxın, ən uyğun cavabı götürün. Burada da ən uyğun cavab 3-dən 4-dür. Qədim Roma mədəniyyəti üçün səciyyəvidir. Nə? İlk Olimpiya oyunları ola bilməz. Bunu çıxdıq. Forum adlanan mərkəzi meydanın inşa edilməsi. Bəli, bu ola bilər. Forum vardı. Amma Parfenon məbədi orada deyildi. Ona görə 2-4 qaldı. İnsanın xarakterini açıb göstərən heykəllərin də hazırlanması bu Romaya aiddir. Sonra 2-4 bəli. Sonra keçdik digər suallara. Bir dəqiqə. Aha. Keçdik digər suallara. Deməli, düzdürmü? 74-dən sonra bəli, 75. Alan tayfalarının Albaniyaya yürüş etdiyi əsrdə Atropatenada. Yəni bizim eranın birinci əsrində. Bax, eradan əvvəl yox ha. Bizim eranın birinci əsri. Birinci əsri. Deməli, həmin əsrdə nə baş verib? Parfi Arşakilər sülaləsinin hakimiyyəti altına düşüb. Cavab burada D-dir. D-dir cavab. Sonra növbəti uyğunluğu müəyyən edin. Ulu icma, qəbilə icması və tayfa. Aha. Təsərrüfatda kişi əməyinin ön plana keçməsi. Bu tayfaya aiddir. 3A-dır. 3A. 3A deməli burada, bax buradan 3A olmayanları dərhal çıxmalıyam. Toxa əkinçiliyinin meydana gəlməsi. Toxa əkinçiliyi aiddir hansına? Bu qəbilə icması dövrünə aiddir. Düzdür? 2B olmalıdır. 2B variantı, yəni burada yoxdur, amma bu ikisində var. Sonra baxıram ki, boyalı qablar mədəniyyətini soruşur. Bu tayfa ittifaqı dövründədir və vəssalam cavabı tapdım əslində. B bəndidir. Cavab deməli 76-da B-dir. Deməli, birdə də C qalır. Bəli, süni yolla od əldə etməyi öyrənməsi bu ulu icma dövrünə aiddir. Qəbilə icması dövrünə əhalinin oturaq həyata keçməsi də aiddir. Bəli, düzdür. 3-də isə A-dir. Deməli, 3 qızıl qaydadan istifadə eləməklə istənilən sualın cavabını tapmaq olur. Fikir verdirsə, şərti diqqətlə oxudum. Uyğunluq. Sonra bir-bir çıxdaş elədim. Əldə elədiyim cavabı isə yoxladım. Bunları eləsəz, heç vaxt səhviniz çıxmayacaq. 30-da 30 yazacaqsınız. Perikildən fərqli olaraq qayqıraq. Aha, yoxsullara taxıl ilə yardım göstərmişdi. Bu hər ikisinə aiddir. Aydındır. Torpağın alınıb satılmasını qadağan edən qanunu ləğv etmişdi. Bu ona aid deyil. Plebeylərin hüquq müdafiəçisi idi. Cavab elə budur. C bəndidir. C bəndi doğru cavabdır. Sonra keçək 1840-cı ildə həyata keçirilmiş məhkəmə islahatına əsasən. 1840-cı ildə həyata keçirilmiş məhkəmə islahatına əsasən. Mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası ləğv edildi. Deməli, bir olmayanları buradan çıxıram.
Düzdür? Məhkəmə işlərinə nəzarət komendantlara tapşırıldı. Bu da səhvdir. Cavab deməli olur D bəndi. Ümumi imperiya qanunlarına əsaslanan məhkəmələr yaradıldı. Bəli, bu da düzdür. Cavab D idi burada. Sonra keçdik 79-a. Nə deyir burada? Verilənlər əsasında hansı dövrə aid məlumatlar yoxdur? Verilənlər əsasında hansı dövrə aid məlumatlar yoxdur? Ox və kamanın ixtirası mezolitdir. Bunu çıxdı. Düzdür, var. İstehsal təsərrüfatı meydana gəldi. O da mezolit idi əslində. Bunu da çıxdım. Ölülərin yaşayış məskənlərindən kənarda dəfn edilməsinə başlandı. Yəni ölülərin yaşayış məskənlərinin kənarda dəfn edilməsinə başlandı. Bu erkən tuncdur. İri tayfa birlikləri yarandı. Bu da orta tuncdur. Əslinə qalsa burada iki dənə cavab var. Bir C-dir, bir də Y-dir. Çünki istehsal təsərrüfatının meydana gəlməsi deyir. Meydana gəlməsi deyir. Bu meydana gəlmə mezolit dövründədir. Çünki əkinçi ilə maldarlıq nə vaxt yaranıb? Mezolit dövründə yaranıb. Bu da test, bir səhv testi, yəni. Əslində, amma yəni yenə deyirəm, biz həmişə müəllifin fikrinə girməliyik. Bu da C bəndidir. Yəni daha doğrusu C bəndi aiddir, üzr istəyirəm. Aiddir, aid olmayan Y bəndidir. İstehsal təsərrüfatının meydana gəlməsini bu güya C-yə götürüb. Halbuki yenə deyirəm, mezolit dövrünə aiddir. Cavab burada Y-dir. Bir əvvəlki testdə əkinçi ilə maldarlığın yaranmasını mezolitə aid götürmüşdü. Amma burada niyəsə belə götürüb, bu testdə səhvdir, yəni. Y bəndidir cavab. Sonra keçdik. Y niyə Y-dir? Bayaq dediyim məsələyə görə də. Yəni biz həmişə müəllifin fikrini nəzərə almalıyıq. Cavab Y ən uyğun variantdır. Başqa bir variant orada uyğun deyil. Birinci dəfədir ki, güvəndə bu qədər səhv çıxır. Mən belə şey görməmişdim. Tarixi proseslərin məntiqi ardıcıllığını tamamlayın. Kiçik Asiyanın qərbindəki Yunan şəhər dövlətlərinin üsyan qaldırması. Bunun nəticəsində nə baş verdi? Onun da nəticəsində Əhəməni hökmdarı 1-ci Daran Yunanistana hücum etməsi və onun da nəticəsini bizdən soruşur. Deməli, Afina dəniz ittifaqına son qoyulması bu heç birinə aid deyil. Düzdür? Deməli, mən harda A gördümsə onu çıxmalıyam. Baba, bunları çıxdım. Marafon döyüşünün baş verməsi. Bu ola bilər. Əslində bu ola bilər. Deməli, bu 4 ola bilər olsun. Hələlik 4-ün qabağına B-ni yazıram. Əhəmənilər Aralıq dənizi hövzəsində hakim qüvvəyə çevrilməsi. Bu da səhvdir, yəni. Biz bilirik ki, o müharibənin nəticəsində tamamilə Əhəmənilər məğlub olur. Deməli, C variantını da harda gördüm çıxanda bir dənə variant qalır. A variantı. Deməli, D-də nə deyir? Üsyançıların Afina tərəfindən himayə olunması. Bəli, bu doğrudur. 1-ə aiddir. Daha doğrusu 2-yə aiddir. 4-də isə B, bayaq dediyimiz kimi B-dir. Y də səhvdir. Çünki Orta Yunanistanın 1-ci Dara qoşunları tərəfindən tutulması olmayıb. Onu Kserks tutub, o da Fermopil döyüşündən sonra tutub. Ona görə burada cavab oldu A bəndi. Sonra 81, Midiya hökmdarı Kiaksar. Daxili siyasəti, xarici siyasəti. Midiya satraplığının 2 hissəyə bölünməsi. Bu, yəni İskəndərə aiddir. Buna aid deyil. Ona görə bunları buradan çıxdıq. Kiçik vilayət hakimliklərinin tamamilə ləğv edilməsi. Bu aiddir. Bunları da çıxıram. Düzdür? Daxili siyasət deyir. Şuandahıl və Durduqqa da buna aid deyil. Vəssalam, cavabı tapdım. Gördünüzmü? Cavab tapıldı. İndi mən bunu yoxlamalıyam. D. İskitlərin döyüş taktikasına əsaslanan süvari atçı hissələrinin yaradılması. Bəli, düzdür. 2-də nə deyir? Xarici siyasəti. Babil dövləti ilə ittifaqın yaradılması. Bəli, xarici siyasətinə aiddir. Sirdaqqa təbii ki ona aid deyil. Ulusonuya aiddir. Bunu bərbaşdan çıxmalıydıq. İkinci Kirə qarşı mübarizədə məğlub olması o da ona aid deyil. Və Manna və Urartu dövlətlərinin tamamilə ləğv edilməsi bu da ona aiddir. Deməli, elə tapdığımız cavab düzdür. Y bəndidir. 81 Y oldu. 82-yə baxıram. 82-də nə deyir? 1870-ci il kəndi islahatı xırda kəndi torpaq sahibliyini yaratmaq əvəzinə kəndlərin torpaqdan istifadəsini qanuniləşdirdi. Azərbaycanın sahibkar kəndində çoxlu miqdarda xırda kəndi torpaq sahibliyinin yaradılması iri torpaq sahiblərinin mənafeyinə zidd idi. Mərkəzi hökumət tərəfindən uzun müddət torpaqların satın alma qiymətlərinin dəqiq müəyyən edilməməsi və bu işə dövlət yardım göstərilməməsinin səbəbi bununla aydın olur. Mətndə verilmiş hansı xüsusiyyətlər 1870-ci il islahatını 1912-ci il qanunundan fərqləndirir? İndi belə bir şey deyim də, belə testlərdə siz elə şərtə də baxıb cavabı tapa bilərsiniz. Çünki zaten şərt heç mətnə çox vaxt aidiyyatı olmur. Mətni elə belə yazırlar çox vaxt. Baxaq, Azərbaycan kəndində əsaslı dəyişikliklərin baş verməsi. 70-də də olub, 1912-də də olub. Bizə lazımdır 70-ə aid fərqli cəhət. Bu bir fərqli olmadığına görə biri buradan atıram. Kəndlərin əksəriyyətin öz pay torpaqlarının mülkiyyətçisi ola bilməmələri.
Kəndlərin əksəriyyəti öz pay torpaqlarının mülkiyyətçisi ola bilməmələri bu, yəni 1870-ci il islahatının fərqli cəhətidir. Çünki 1912-də demək olar ki, əksəriyyəti söhbət gedir sahibkar kəndlərindən. Sahibkar kəndlərin əksəriyyəti öz pay torpaqlarının mülkiyyətçisi ola bildilər. Amma əslinə qalsa bu cür yanaşsaq, yəni sırf əksəriyyəti sözündən biz bilirik ki, kəndlərin əksəriyyəti dövlət kəndləridir, düzdür? Dövlət kəndləri e, nə 1870-də, nə də 1912-də pay torpağı mülkiyyətçisi ola bilmədilər. Əslinə qalsa bu da fərqli cəhət deyil. Amma yenə o birilərə də baxaq. İslahatın yalnız sahibkar kəndlərinə şamil olunması. Bu fərqli cəhət deyil 100%. Bunu da çıxandan sonra cavab 2-4 qalır. Amma dediyim kimi, əslində bu da səhv testdir. Yəni kəndlilərin, sahibkar kəndlilərin əksəriyyəti yazılmalı idi burada. İndi biz müəllif nə düşünür onu tapmalı olduğumuza görə cavab burada B-dir. Amma yenə də deyirəm, bax bu 82-ci testdə burada problemlidir. Kəndlərin əksəriyyəti, yəni burada dövlət kəndləri də var, sahibkar kəndlilər də var. Aydındır? Aha. Sonra yenə də cavab burada B-ni düzgün götürmək olar. Yəqin ki, onlar da B-ni düzgün götürüblər. B-dir cavab orada. Başqa bir uyğun cavab yoxdur. 83. Baxırıq, solon islahatlarının həyata keçirilməsi. Solon islahatları həyata keçirilib 594-cü ildə. Eradan əvvəl təbii ki, hamısı gəl minus qoyaq ki, çaşmayaq. Sonra Roma imperiyasının qərb və şərq hissələrinə bölünməsi bu 395-dir bizim eradır. Marafon döyüşü mənfi 490-cı il. Çində Xan sülaləsinin hakimiyyətə gəlməsi mənfi 206-cı il. Deməli, necə olacaq? Ən birinci gələcək burada 1, sonra gələcək 3, sonra gələcək 4, sonra gələcək 2. Deməli, 1, 3, 4, 2. Bir-bir qoyuruq yerinə və yazırıq. Belə testlərdə qabağından mütləq yazmaq lazımdır ki, çaşmayasınız uşaqlar. 1, 3, 4, 2. Sonra keçdik 84-cü testə. Yavaş-yavaş sona gəlirik. 84-cü test. Səbəb-nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Sasani şahı 1-ci Xosrov islahatlar keçirməsi. Azərbaycanda feodal münasibətlərin inkişaf etməsi. Bəli, bu düzdür. Mən bunu götürürəm. Abbasilərin Azərbaycanda ağır vergi siyasəti, müsafirin başçılığı ilə əhalinin üsyana qalxması. Xeyr, müsafirin başçılığı ilə üsyan bu, yəni Abbasilərə qarşı olmayıb. Olub, daha doğrusu Abbasilər yatırıblar onu. Lakin səbəbi Abbasilər olmayıb da, bu Ərəb ağalığı olub, özü də Əməvilərin dövründə başlayıb. Ona görə bu səhvdir. 3. Səlcuq sultanı 1-ci Toğrulun Təbrizi ələ keçirməsi, Rəvvadilər dövlətinin varlığına son qoyması. Yəni 1-ci Toğrulun Təbrizi ələ keçirilməsinin nəticəsində Rəvvadilər asılılığı qəbul edirlər. Yəni son qoyulma sözü biraz mübahisəlidir sözün açığı. Amma 1-ci Toğrul yazdığına görə bu səhv olmalıdır. Çünki Rəvvadilər asılılığı qəbul edirlər. Yəni burada 1-ci Toğrul yazdığına görə. Yazılsaydı Səlcuqların Təbrizi ələ keçirməsi hardasa ola bilərdi ki, bu düzgün olsun. Lakin burada onun demir. Burada onu deyir ki, yəni sırf Toğrul tutanda nə baş verdi, onun nəticəsi nə oldu? Rəvvadilərə son qoyulmadı, asılığı qəbul elədi. Yəqin ki, onu burada nəzərdə tutub. 4. Cavanşirin xilafətlə diplomatik münasibətlər yaratması, Bizansperəst qüvvələrin Alban hökmdarına sui-qəsd təşkil etməsi, bu da düzdür. Bu da düzdür. Slavyanların Bərdə şəhərini qarət etməsi, məziyyətlərin öz iqamətgahını Gəncəyə köçürməyə məcbur qalması, bu da səhvdir yəni. 1-lə 4-dür cavab burada. Ən uyğun cavab 1, 4-dür. Sonra gəldik 85-ə. Qədim Hindistan və qədim Yunanistan tarixi üçün ümumi cəhətlər. Roma tərəfindən asılı vəziyyətə salınması. Hindistan salınmayıb, bu getdi. Əhəmənilər oxşarlıqdır. Çünki Hindistan və Yunanistan bu ola bilər. Bax, onun sinif testində yazmışdılar dövlətlərinin oxşarlığı. Bu, yəni səhv idi təbii ki. Amma burada düzəldiblər. Qədim Hindistandan qədim Yunanistan. Deməli, bu 2 burada düzdür. Ərazisi Hunlar tərəfindən talan olması, bu da səhvdir. Makedoniya işğalına məruz qalması, bu da düzdür. 2 ilə 4-dür cavab. Sonra gəldik 86-ya. Albaniyanın Sacilər dövləti ilə oxşar, Rəvvadilər dövləti ilə fərqli xüsusiyyətləri. Saclərlə oxşar, Rəvvadilərlə fərqli. Deməli, biz tapmalıyıq Albaniyanın Saclərlə oxşar, Rəvvadilərə isə aid olmayan cəhətlərini. Yəni, aydındır. Azərbaycanın cənubda meydana gəlməsi bu Albaniyaya aid deyil, ona görə bu getdi. Abbasi xilafətinin xəzinəsi, yəni Abbasilər Albaniya dövründə olmayıb, Əməvilərlə 4 xəlifə dövrü olub. Deməli, cavabımız nə qaldı? 3 ilə 4 qaldı. Elə biz də 3 ilə 4-ü götürürük. Aydındır. Aha. Sonra 87-yə baxırıq. 87.
Neft sənayesi, metallurgiya sənayesi, yüngül sənaye 1850-lərdən sonra, bax bu 1850 sözünü yazaq, çünki ikinci yarısını soruşur. Xanabad manufakturası birinci yarısına aiddir. Bu getdi, bu səhvdir. Mis saflaşdıran ilk müəssisə 1883-dür. Düzdür. 1883-cü ildir və bu getdi metallurgiya sənayesinə. Mən bunu götürdüm bura. Neft quyularına təhkim edilmiş kəndlilərin məcburi əməlinin ləğvi 1864-dür. Bu da getdi neft sənayesinə. C bəndi. C bəndi. Rus kapitalistləri tərəfindən Şəkidə ipək fabriki 1861-dir. Bu da yüngül sənayedir. Getdi bu. Deməli, bura. İlk dəfə olaraq bir beybətdə buruq üsulla neft quyusunun qazılması bu 1848-dir, lakin ikinci yarısına düşmür. Deməli, cavab oldu 1C, 2B, 3D. Cavab belə oldu. Sonra gəldi indi bura. Roma işğalçılarının əsas qüvvəsi ordu idi. Roma ordusunda əsasən plebeylər xidmət edirdilər. Onlar öz xərcləri ilə silahlanırdılar. Roma ordusunun qələbələri eyni zamanda plebeylərin siyasi nüfuzunu möhkəmləndirdi. Buna görə də patrislər daha tez-tez güzəştə getməyə məcbur olurdular. Plebeylər əvvəlcə onların hüquqlarını qoruyan xalq tribunu seçmək hüququ qazandı. Uzun mübarizə nəticəsində plebeylər və patrislər Roma Respublikasının azad vətəndaşları kimi hakim sinifə çevrildilər. Dövlət idarə işləri patrislər və varlı plebeylərin əlində toplanmışdı. Hansı amil patrisləri plebeylər üçün güzəştə getməyə məcbur etdi? Burada birmənalı cavab Roma ordusunun zəifləməsi təhlükəsi ola bilər. Zəifləməsi təhlükəsi. Çünki plebeylər patrisləri şantaj edirdilər ki, biz yəni orduda xidmət etməyəcəyik, şəhəri tərk edib gedəcəyik. Ona görə də patrislər hər dəfə güzəştə gedirdilər. Sonra növbəti cavab, deməli, mənbəyə əsasən Roma Respublikasının demokratik dövlətə çevrilə bilməməsinin səbəbi budur ki, hakimiyyət yalnız varlı plebey və patrislərin əlində cəmləşdi. Çünki bütün xalq düzdür, xalq yığıncağında iştirak edə bilərdi, amma söhbət 3-cü əsrdən sonradan gedir. Amma onların elə bir hüququ yox idi. Əsas məsələlər varlı patris və plebeylər tərəfindən həll olunurdu. Çünki vəzifə tutmaqda kasıblar elə də həvəs göstərmirdilər. Ona görə həvəs göstərmirdilər ki, Romadakı islahatlar nəticəsində vəzifə tutmaq hüququ heç bir ödəniş olmadan həyata keçirilməli idi. Və buna görə də plebeylərin marağı yox idi getsin, vəzifə tutsun, belə ictimai yükün altına girsin. Ona görə də vəzifədə yalnız plebey və patrislər oldu, varlı plebey və patrislər oldu. Buna görə də Romada aristokratik, oliqarxik respublika formalaşdı, demokratik respublika formalaşmadı. Patris və plebeylər arasında mübarizənin iki nəticəsini qeyd edin. Gəlin bütün nəticələri qeyd edək. Baxın, asan qayda 5, 4, 3. 5-ci əsr xalq tribunu, düzdür. 4-cü əsr. İndi orada yazmayanları demək lazımdır. Xalq tribununu burada yazmayaq, gəlin. Amma 5-ci əsrdə yazsaz bəlkə də olar. Çünki mətndə verilməyən yazmır axı. Gəlin yazmayaq xalq tribununu. Çünki mətndə verilməyən olmalıdır. 4-cü əsr borca görə borc əsarətinin ləğvi. 3-cü əsr konsul, yəni bütün vəzifələri tuta bilmələri də belə deyək. Bütün vəzifələri tuta bilmələri. Ən azından bunu yazmaq olar. Borc əsarətinin ləğvi və bütün vəzifələri tuta bilmələri. Bunun nəticəsində tam hüquqlu vətəndaş olurlar. Belə, əziz izləyicilər, altda komment bölməsində öz cavablarınızı, neçə düzünüz qalıb, onları yazın və nə qədər ki gec deyil, bunu digər yoldaşlarınıza da göndərin ki, onlar da izləsinlər, onlar da öz düzgün cavablarını, ballarını bilsinlər. Sonda hər birinizə uğurlar arzuyuram. Belə videoların davamının gəlməyini istəyirsə, kanala abunə olun, like düyməsini sıxın və bütün bu mövzuları daha mükəmməl öyrənmək üçün kanalımızdakı video izahları da izləməyi unutmayın. Sağ olun.